Salam əziz izləyicilər. Bugün biz sizinlə öz əlinizlə gözəl və zərif muncuqlardan qolbaq hazırlayacağıq. Bizə lazım olacaq uzunsov qızılı muncuqlar, xırda qızılı muncuqlar və orta boyda muncuq. Qolbaq üçün bağlayıcı və halqa və muncuq düzümü üçün istənilən iynə və sap. 5 xırda qızılı və bir bağlayıcını götürüb iynə sapdan keçirdiririk. Muncuları endirdikdən sonra 2 düyün vururuq. Düyün vururuq ki, bizim muncularımız sapdan açılmasın. Düyün vurduqdan sonra iynə sapı bütün muncuqların içindən dairəvi şəkildə keçirdiririk. İynə sapı muncuqların içindən keçirdirəndən sonra artıq sapımızı kesirik. Dörd muncuğu götürüb aşağı hissədə muncuğun içindən keçirdiririk. Sağ tərəfdən iynə sapı bir muncuğun içindən keçirdiririk. Bir muncuğu əlavə götürüb muncuğun içindən keçirdiririk. Bir muncuq da əlavə götürüb yaxınlığındakı muncuğun içindən keçirdiririk. Muncuq əlavə götürüb muncuğun içindən keçirdiririk. Aşağı hissədə də muncuğun içindən iynə sapı muncuqların içindən yuxarıya doğru keçirdiririk. Dörd uzunsov muncuğu götürüb iynə sapdan keçirdiririk. Aşağıda olan muncuğun içindən iynə sapımızı keçirdiririk. İynə sapı uzunsov muncuğun içindən keçirdirib bir muncuq da əlavə edirik. Və yanındakı uzunsov muncuğun içindən də iynə sapımızı keçirdiririk. Belə qaydada davam edirik. Muncuğu əlavə edib uzunsov muncuğun içindən iynə sapı keçirdiririk. Belə qaydada davam edirik. Video diqqətlə baxın və mənimlə birlikdə öz qolbağınızı hazırlayın.
İğne sapı uzunsov ve xırda muncuğun içinden geçizdiririk. İki xırda qızılı ve orta boyda muncuğu götürüp qızılı muncuğun içinden iğne sapımızı geçizdiririk. Ve təzədən 2 xırda qızılı və 1 orta boyda muncuğun içindən iğne sapımızı keçizdiririk. Yanında olan xırda muncuğun içindən və uzunsov muncuğun içindən iğne sapımızı keçizdiririk. Və qızılı muncuğun içindən də iğne sapımızı keçizdiririk. Belə qaydada bizim qolbağımızın birinci hissəsi hazırdır. Keçirik ikinci hissəyə. 4 qızılı muncuğu götürüb muncuğun içindən keçizdiririk. Muncuğun içindən iğne sapı keçizdirəndən sonra bir əlavə muncuq da əlavə edirik və yaxınlığındakı muncuğun içindən iğne sapımızı keçizdiririk. Belə qaydada davam edirik. İğne sapı qızılı muncuqların içindən keçizdiririk və qolbağımıza davam edirik. 4 uzunsov muncuğu götürüb iğne sapdan aşağı hissəyə endiririk. Aşağı hissədə qızılı muncuğun içindən iğne sapımızı keçizdiririk. Uzunsov muncuğun içindən iğne sapı keçizdirib bir əlavə muncuq da əlavə edirik. Eyni qaydada qolbağımıza davam edirik. İğne sapı uzunsov və xırda qızılı muncuğun içindən keçizdiririk. Əlavə 2 xırda qızılı və 1 orta boyda muncuğu iğne sapdan keçizdiririk. Və eyni qaydada davam edirik. Beləliklə bizim qolbağımızın ikinci hissəsi də hazırdır. Qolbağımızı belə qaydada davam edirik. Çox hissələri hazırdır. Keçirik sonuncu hissəyə. 4 qızılı muncuğu götürüb aşağı hissədə muncuğun içindən keçizdiririk. Eyni qaydada muncuqların arasında əlavə muncuq edirik. İğne sapı muncuqlarımızın içindən keçizdiririk.
Bir halqa 4 qızılı muncuğu götürüb qolbağımızın bağlayıcısını hazırlayırıq. İğnə sapı muncuğun içindən keçizdiririk və iğnə sapımızı dairəvi şəkildə muncuqların içindən keçizdiririk. İğnə sapı aşağı hissədə də qızılı muncuğun içindən keçizdiririk və muncuqların arasında 2 düyün vururuq. Düyün vururuq ki, bizim qolbağımız açılmasın. İğnə sapı muncuğun arasından keçizdirirəm ki, düyünümüzü muncuğun arasında gizlədə bilək. Və artıq sapı kəsirik. Beləliklə, qolbağımız hazırdır. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla paylaşaraq kanala dəstək olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.